bitməz ki həyat varsa, tükənməz arzu dilək, ömrümüzə rəng verək, şükr edək həyat varsa. Qəm etmə düşün dərin, inan buna hər dərdin var əlacı həyat varsa. Hər duyğulu baxışda, yağan nurlu yağışda bir məna var həyat varsa. Ol əlvan üfüqlərdə, göyərən ümidlərdə sabahlar var həyat varsa, həyat varsa. Görsən, yazığın gələr. Ürəyim xarab olur onu görəndə. Özü də xəstədir, heç tərpənə bilmir. Nəsə eləmək lazımdır yazıq arvadçı. Qohum arvası yoxdur? Var, niyə yoxdur? 2 oğlu var. Allah heç kimə görsətməsin elə evladları. Əlləri pulla oynayır, amma analarının vəziyyətinə bax. Nə danışsın? Analarını tək qoyub gediblər. Bəs nə yiyib içir o arvad? Heç nə, quru çörək yiyir. Uşaqlar 3-4 gündən bir gəlib dəyirlər. Gəlib dəymək demək olarsa. 5 dəqiqəlik. Arvadı bir çimizdirən yox, baxan yox, saçını bir darayan yox. Yazıq. Gəl kömək eləyək o arvada. Az elə mən də onu deyirəm də. Amma uşaqları qapını arxadan qıfıllayıb çıxıb gedirlər. Heç içəri girmək olur ki. Sən qonşusan da, yanına adam gələndə mənə xəbər elə, mən də danışım onlarla. 30 illik qonşularımdır bunlar mənim, ay xatirə. Uşaqlar hələ o vaxt balacaydılar. Arvad tək böyüdüb onları. Dul idi, oxutdu onları. Adam elədi, evləndirdi. Bu da çox sağ onları. Uşaqlar heç mənə qulaq asmırlar, sənə eşidəcəklər. Böyüdüb, amma adam eləyə bilməyib də deməli. Sən mənə xəbər elə, mən onlarla danışmağın yolunu taparam. Yaxşı, xəbər eləyərəm. Allah özü kömək olsun. Amin. Ya Rəbbim, al mənim canımı, xilas elə məni bu əzabdan, ya Rəbbim. Orada olduqlarını bilsəm, deyirəm, indi gedib danışaq. Çörək boğazımdan keçmir. Necə adamdır bunlar? Necə oğuldular? Səndən soruşmamış dedim ki, mən ona kömək eləyərəm. Fikrət bildim ki, sən də mənim kimi fikirləşirsən. Soruşmağa ehtiyac yoxdur xatirə. Elə deməsəydin əsəbləşərdim. Görək, qonşumuz acdı, bizim xəbərimiz yoxdur.
Ala. Ye. Acımısan? Vaxtında gəbərmirsən də. Həm bizə əzab verirsən, həm də özün sürünürsən. Hələ evə gedəcəm, dincələcəm, eşşək kimi işləyib yorulmuşam. Bilirsən heç bunu? Bəs sən? Yatmısan bütün günü. Oğul. Orxan, bəs sən su gətirməmsən? Neçə gündür su istəyirəm bala, su. Neynədin bir putulka suyu? Bu gecəni yola ver, sabah gətirərəm. Başqa işim yoxdur. Qulluqçunam da sənin. Yaxşı, gətirərəm. Sizi mən böyütmüşəm ay bala, sizi mən doğmuşam. Siz mənim uşaqlarımsız ya yox. Heyif. Çox heyif. Ananıza 2 tikə çörək gətirmək sizə ağırlıq eləyir. Doğmusan deyə ömrümüzü sənə əsr eləməliyik. Bizim də öz həyatımız var. Zırıldama. Zırıldama, götür ye. Yoxun şirin olsun balam. Yat. Ana, Hay can. o xala yenə yerdə yatır. Yəqin elədir mənim balam. O da sənin kimi uşaqlarını yedizdirib, üstünü örtüb, öpüb üzlərindən. Hə, bəs necə? Gecələr Allah bilir neçə dəfə durub üstlərini örtüb. Nağıl danışıb. Bir balaca dirsəklər cızılsa, onun ürəyi ağrıyıb. Onlar yıxılıb dizlərini qanatsalar, analarının ürəyi qanıyıb. Ana olmaq belə şeydir, oğlum. Sən yat. Alo? Sahibə bacı sənsən? Sabahın xeyir. Çox sağ ol, yaxşıyam. Sən necəsən? Hə, evi yığışdırırdım. Oradadır? Bu dəqiqə gəlirəm. İndi gəlirəm, sağ ol. Yavaş boğularsan. Başqa bir əmrin var, qulluqçun əmrivi gözləyir. Oğlum, Allah'tan həmişə yalvarıram ki, ölüm qutarım. Sizin də canınız rahat olsun. Olmur bala, olmur. Neyniyim? Mən neyniyə bilərəm? Əlimdən nə gəlir? Başlama yenə, başlama. Neynəmişəm sizə ay bala? Hə? Neynəmişəm? Bir loxma çörək qədər mənim haqqım yoxdur üstünüzdə. Bəyəm siz belə idiniz? Mən sizi belə böyütmüşəm. Sözlərə qulaq asmağa gəlməmişəm. Hərəmizin işi gücü var. Səninlə məşğul olmağa vaxt yoxdur. Düz deyirsən bala. Düz deyirsən. Yaxşı. Gedirəm. Sabah bəlkə gəldim. Bu çörəyi də bəs eləyər sənə. Sərxan, Allah xatirinə gələndə xahiş edirəm, mənə bir dəst təmiz paltar gətir.
Neçə vaxtı dəyişə bilmirəm paltarlarımı. Bilirəm, əsəbləşirsən, vaxtın yoxdur. Mən də belə kirdə qala bilmərəm ay bala, mən öyrəşməmişəm. Bu kimdir? Nə var? Yaxşı gətirərəm. Kim dəyişdirəcək səni? Salam. Salam. Eşidirəm. Mən qonşuyam. O biri həyətdə yaşayıram. Dünən qonşular dedi, xalanın köməyə ehtiyacı var. Siz oğlusunuz. Hə, Yoldaşımla da danışmışam. Biz... yəni mən ananıza baxaram. qonşular bizim haqqımızda niyə danışır? Öz işləri ilə məşğul olsunlar da. Qəribə adamlar var, Sən bu işi bacararsan, baxa bilərsən anama. Yo, siz səhv başa düşdünüz. Mən bu işlə məşğul olmuram. Yəni, dedilər, vəziyyəti pisdir. Mən də səhər də gəlib pəncərədən baxmışam. Başa düşdüm. Yaxşı. Biz neçə ildir qulluq eləyirik. Bezmişik artıq. Asan iş deyil ha bu. Altın istadır, acıyır, susuyur. 3 gündən sonra bezərsən. Bezmərəm. Yazıqdır arvad. Heç belə şey olar. Biz də elə deyirdik. Çox qaldı yanımızda. Baxa bilmədik. Qulluqçu tutduq, hamısı 3-4 günə qaçdı. Bizim də ailəmiz var, öz işimiz var. Başqa çarəmiz qalmadı. Gətirib atdıq bura. Günahı nədir ki onun? Bir gün hamımızın başına gələ bilər. Yaxşı. Baxaram deyirsənsə başqa məsələ. Sizin kimi adamı göydə axtarırdım, yerdə əlimə düşmüsən. Nə qədər istəyirsən aya? Nə qədər? Yox, pula görə baxmırıq biz. Elə belə yazığımız gəlir. Yaxşı görək də, yaxşı adam olduğuna inandırdın məni. İnandım. İndi aylıq maaşıdır. Hər şey pul deyil ay qardaş. Mən doğrudan da istəyirəm ki ananızı... Ayda 300 manat bəsdir. 300? Yox, biz belə məqsədlə... Bəsdir də, qısa konkret, işim gücüm var mənim. Tələsirəm. Kim başqasına pulsuz qulluq eləyər? Yaxşı. 400 manat olsun. Yox, evimdə baxacam mən ona. Burada yox. Harda baxırsan bax. Mən ya da qardaşım həftədə bir dəfə gəlib deyəcəyik. Yaxşı? Yaxşı. Gəl. Aha, gəl. Belə. Otur. Bəxtin gətirib ay arvad. Bax bu qadın baxacaq sənə. Adın nə idi sənin? Xatirə. Xatirə xanım baxacaq sənə. Çox incitmə onu. Biz də gəlib dəyəcəyik tez-tez. Hələlik bunu verim. Yanımda olan budur. Qalanını da gətirib verərəm. Sərxan, siz məni başa düşmürsünüz deyəsən. Pula görə eləmirəm mən bunu. Sizə bəlkə qəribə, bəlkə axmaqcasına gəlir. Amma bizim adətimiz var. Ala bunu. Çörək su pulsuzdur bəyəm. Baxacam demisən, indi sözündən dönmə. Yaxşı, sağ ol. Sizə bir sual verə bilərəm. Biraz tələs. İşə getməliyəm, iclasa gedəcəm. Hamısını başa düşürəm. Uzun müddət qulluq eləmək çətin gəlir. Bezmisiniz. Ayrı bir yerdə olsun istəmisiniz bəlkə də. Yaxşı, heç olmasa altına bir yumşaq döşək, üstünə bir yorğan ata bilmirdiniz. Gündə bir dəfə də olsa isti yemək verə bilmirdiniz. Ananızdır, yox sizin. O belə vəziyyətdə olanda siz necə isti yemək yeyib yumşaq yataqda yata bilirsiniz? Hə, axır ki.
Bayaqdan gözləyirdim ki, nə vaxt deyəcəksən bu sözləri. Ürəyindəkiləri boşaldıb rahat oldun. Mənim rahat olmam vacib deyil. Siz rahatsızsa... Sən baxmağıma başla, sonra danışarıq bunu. Hər gün batırılan döşək necə olur bilirsən? İydən otağa girmək olmur, Yalandan danışmaq asandır. Ana da olsa adam iyrənir axı. Allah sizi o vəziyyətə salmasın inşallah. Körpü olanda siz döşəyinizi nə qədər istatmısınız Allah bilir. Heç o bir dəfə iyrəndi sizdən. Tərtəmiz oldun ay xala. Həmişə təmizlikdə. Allah razı olsun səndən qızım. Neçə aydır bədənim su üzünə həsrət idi. Mən tez-tez çimizdirənəm səni, Səlminə xala. İnşallah. Heç narahat olma. Allah muradını versin qızım. Allah muradını versin. Allah yetirib səni mənə. Səni də bizə Səlminə xala, səni də bizə. Böyük yük qalxdı üstümüzdən. Hə, düz deyirsən ay Sərxan. Verərik pulunu baxar ölənə qədər. Onun da pula ehtiyacı var. Elədir. Yəqin tez bezməz. Bilirsən, gərək deyirdin ki, çox başına çıxartmasın ha. İsti yemək, təmiz yataq, ona bu da çoxdur. Birdən bezdirsə yenə üstümüzə qayıdacaq. Yox əşi. Qaytarsa qəbul eləməyəcəm. Deyəcəm at küçüyə. Amma atmayacaq, saxlayacaq. Əli olar ki. Orxana da deyim bu şad xəbəri. O da sevinəcək. Bura bax, sən də arada bir şəfa ilə get deyik. Bilmək olmaz. Birdən gedib şikayət eləyər polisə ki, analarına baxmırlar. Əşi sabah gedib deyərik də. Onsuz da boş bekar adamlarıq. Gedib biraz da eylənərik. Mən çıxıram xatirə. Axşama nəsə lazımdır, gələndə alım. Yox, can sağlığı. Hər şeyimiz var şükür. Necəsən Səlminə xala? Yaxşıyam. Sən nə istəyirsən gələndə alım. Heç bir şey. Allah səndən razı olsun. Səlminə xala, heç nədən çəkinmə. Bura sənin öz evindir. Mən də sənin oğlum. Sağ ol ay bala, sağ ol. Çox sağ ol. Siz ki məni o xarabalıqdan götürdünüz, çıxartdınız. İsti yemək vermisiniz, yataq vermisiniz. Daha mənə nə lazımdır? Heç bir şey. Sağ ol. Sağ ol bala. Ana, mən də atamdan çıxıram. Yaxşı ol Fərid. Özünü çox tərlətmə ya. Yanından yel ötməmiş xəstələnirsən. Get. Nənə, gələndən sonra nağılın ardını danışarsan? Hə, danışaram ay bala, danışaram. Sağ ol. Yenə istəyirsən? Yox bəsdir, sağ ol, çox sağ ol. Allah süfrəni həmişə bərəkətli eləsin. Sağ ol. Mən də gedim buraları yer yığış eləyim. Get bala, sağ ol. Salam əleykum, xoş gəlmişsiniz. Salam. Salam bacı, qaynanamızı görməyə gəlmişik, əgər mane olmuruqsa. Buyurun, buyurun, nə maniçilik. Tək həmişə siz gələsiz. Gəlin, gəlin siz Allah. Keçin içəri. Mənim əlimdə biraz iş var, indi gəlirəm. Ooo, kefdəsən ki. Şah kimi yaşayırsan ki, maşallah. Nə olub, daş gözünü turşudmusan? Adam bir xoş gəldin deyər də gələnə. Xoş gəlməmişik axı. Oğullarını əlindən almışıq. Ona görə sevmir bizi qaynanamız. Bizim sayəmizdə bu kefi görürsən də. Pulunu ödəyirik, ona görə sənə baxırlar. Bizi əsəbləşdirmə ha, yoxsa səni göndərərik yenə o xarabiyə. Mən sizə nə deyim? Allah sizə insaf versin. Bu yad adamlar qədər də olmadınız mənə. Hayır, hayır. Az, buna bax ha, dili uzanıb Deyəsən çox yaxşı baxırlar buna. Quduru
Qalxıb huzuruna gəlmişik. Bunun danışmağına bax bir. Bu dünyanın o tərəfi də var. Allah hər şeyi görür. Sən nə deyirsən? Ay qız gör bu bizə nə deyir? Sənin nə həddinə? Ha! Nə deyirsən? Eşidirsən? Bunun danışığına bax bir. Həyasız. Nankör! Səni küçüyə atar, Bunun danışmağına Səni görüm elə əzab çəkəsən, əzab. Boğaram səni. Öldə, canı tutarsın. Verməyin, əzab çək, əzab. Ana mən gəldim. Xoş gəldin oğlum. Keç içəri, evdə qonaqlarımız var. Niyə yaşayırsan axı? Heç kimə xeyrin dəymir. Bəsdidən bəsdir. Əllərini çəkmişik sən. Çək yaxın oradan. Day öl qutar da. Heç kimə bir xeyrin Ne yox. yiyorsunuz lan? Bırakın onu. Ay bala sən qarışma. Ana. Neneni döyürler, kömeyle. Ana, neneni döyürler, tez gel. Niyə ölmürsən axı? Əzab çək, əzab. Neyinirsiniz siz? Aydınım bir dəqiqə, neyinirsiniz? Çəkilin görüm. Sənə nə var Necə yəni mənə nə var? Bura mənim evimdir. Oğlum sən get. Sən kimsən ki? Necə yəni mən kiməm? Bura mənim evimdir. O da mənim qonağım. Sən pulunu alıb işini görürsən də. Pulunuzu götürün, soxun gözünüzə. Bura mənim evimdir. O da mənim qonağımdır. Bir də bu evə gəlməyin. Eşitdiniz? Çıxın, rədd olun buradan. Bu da başqa cür manyakdır ki. Sözlərinə fikir ver ay arvad. Manyak sənsən. Neyniyib bu arvad sizə, hə? Niyə bu qədər nifrət edirsiniz ona? Gücsüz, taqətsiz arvaddır da. Zalimlar, çıxın bayra, tez olun. Buna bax ha. Pulu görüb qudurub. Mən deyərəm sabah onu apararlar köhnə evinə. Ağlı başına gələr onda. Çıxın, Gəl. çıxın buradan. Gəl, Tez ay olun. qız, Gəl, Tez. gəl gedək. Bu da özünə adam sayır. Tez olun. Pulunuz adınız lazım deyil mənə. Ana ahı tutar sizi. Yaddan çıxarmayın ki Allah məzlumun yazdığın ahını yerdə qoymaz. Qorxma xala, qorxma. Bilirsən, ölərəm bir də ora getmərəm Sərxan. Bir də məndən belə şey istəmə. Əməlli başda təhqir elədi bizi. Yaxşı da, yaxşı, getmə. Vaxt ayırıb xanımın ayağına getmişik. Onun danışıqlarına bir bax. Nankör deyə nankör. Yaxşı da, bəsdir. Hələ sən bir o birisinə bax, o birisinə. Elə bil doğma öz anasıdır. Üstümüzə elə qışqırdı ki, az qaldı döysün bizi. Analığından deyil, 400 manat əldən çıxır. Başa düşmədin? Əşi nəysə. Elə qovdu ki bizi, heç sözümü də deyə bilmədim. Deyə bilmədim ki, gələn həftə xaricə gedirik. Pulu da verə bilmədin? Necə verəydim, Tutdu qolumuzdan atdı bayra. Ədəbsiz. Mən sabah zəng elib deyərəm. Hə? Əsas odur ki, gələn həftə bu vaxtı Parisdə olacağıq. Dincələrik biraz. Hə, sabah da Orxangili götürərik, aeroporta 2 maşından getməyək. İnşallah. Çox zəhmət çəkirsən qızım. Allah sənə cənnət nəsib eləsin. İnşallah Səminə xala, çox sağ ol. Qızım, mənim evimi tanıyırsan da. Hə. Bax, o ev mənim adımadır. Uşaqlara deyəcəm ki, o evi keçirsinlər sizin adınıza. Hə, o uşaqlar dövlətlidir. Onların o evə ehtiyacı yoxdur. Siz nə danışırsınız Səminə xala? Heç elə şey olar? Məyər biz o ev üçün baxırıq sizə? Bir də elə söz deməyin Səminə xala. Mənim balam, mən indi kimi sizdən bir şey xahiş eləmişəm. Yox, bax, siz mənə özümlə də, uşaqlarımla da yaxşı baxmısınız. Yox Səminə xala, təmənnasız yaxşılıqlar yaxşılıq sayılır. Heç incimə bizdən, qəbul eləyə bilmərik. Yox, ay bala, Allah xətrinə. Mən istəyirəm ki, o evin işığını siz yandırasınız. Bağçadakı gülləri siz sulayasınız. Mənim də ruhum o dünyada şad olar qızım. Qəbul elə mənim balam. Yalvarıram sənə. Səminə xala. Görəsə çata biləcəyik ay qız. Görək də. Neçə dəfə demişəm. Axşam da dedim ki, tez yat, xeyri olmadı. Narahat olmayın, çatacağıq. Hə, çatarıq. Buralarda ol. Görün necə çatırıq.
Anan nə deyirdi bayaq sənə? Deyəsən deyirdi ki, evi keçir onların adına. Elə mi? Hə, arvad dəli olur yavaş-yavaş. Amma yaddaşa bax. Evi yaddan çıxartmıyor bax hələ. Sən nə dedin bəs? Əşi, beyninə girdisə hər gündən gələyəcək başımızı, verək getsin. Nə danışırsan? Nə danışırsan sən? Zarafat edirsən? Doğrudan İndiki zamanədə kim kimə pulsuz ev verir? Pulla qulluq eləyirlər də. Hələ üstəlik evi də peşkəş verməliyik. Əşi, köhnə evdir də, kimə satacaqsan o evi? Evdən çox ev var əlimizdə. Elə evdən çox ev var deyə ona paylamalısan sən evini. Bəsdir də, buna da siz qarışmayın. Ata evimi sizdən soruşacağım. Mən dedim ki, olar. Sədəqəmiz nəzirimiz olsun. Nə? Orxan! Orxan! Sən nə deyirsən bu işə? Sən nənəm! Nə deyirsən? Görürsən? Bugün gedəcəklər xatirə. Hə, bir həftə qalacaqlar. Sən yatmışdın, zəng eləmişdilər, mənlə danışdılar. Canları sağ olsun. Sərxan! Sərxan, neynirsən? Sərxan, neynirsən? Sən yavaş sür. Sərxan qardaş, sən Allah biraz yavaş sür. Sən nənəm, yavaş sür. Yavaş. Biraz yavaş sür. Əşiyi çatmasaq da çatmayaq da. Nə olacaq? Ay Allah! Ay Allah! Ay Allah! Ay Allah! Ay Allah! Ata, nənə mənə bir nağıl danışdı. Elə qəşəngdir ki, bir uşağın atası öz atasına taxta qaşıq verir ki, yeməyi ondan yesin. Hə? Uşaq da atasına baxıb deyib ki, mən də siz qocalanda sizə taxta qaşıq verəcəm. Bəli, mənəm. Kim? Hə, buyurun, eşidirəm. Qəza? Nə qəzası? Siz yaxşısınız indi? Ay Allah, Allah göstərməsin. Yaxşı deyərəm, Allah şəfa versin. Nə oldu Fikrət? Üzmü ürəyimizi? Sərxan maşını aşırıb. Nəsə olub? Oğlum, sən nənəm, nəsə olub? Sərxan xəstəxanadadır. Yüngül yaralanıb. İndicə zəng eləyə bildim deyir. Orxan? O da yaxşıdır. Xəstəxanadadır. Bəs gəlinlər? Böyük gəlinin boynundan aşağısı tərpənmir. Onurğası zədələnib. Balaca gəlinin də ki qolları qopub. Ay Allah. Ağlama nənə, ağlama. Allah məzlumun ahını yerdə qoymaz. Kaş ağzımı açıb onlara bəddua eləməyəydi. Ancaq zülmün öz bədduası var. Allah onlara kömək olsun, ya Rəbbim. Salam cavan oğlan. Salam. Xoş gəlmisiniz. Keçə bilərəm? Keçin. Ata, ay ata. Hə? Salam, narahat elədim. Əleyhissalam. Buyurun, xoş gəlmisiniz. Allah şəfa versin Sərxan qardaş. Çox sağ ol. Ölümdən qayıtdıq. Anamı görmək istəyirəm. Hə, otağındadır, yatıb. Dur uzun. Yox, yatsın. Yanına girə bilərəm. Əlbəttə, keçin. Fikrət qardaş, sabah vaxtınız var, işdən icazə ala bilərsiniz. Sabah? Niyə? Uzun çəkməz, notariusa gedəcəyik, balaca bir işim var. Olar? Sərxan qardaş, baxın, Xahiş eləyirəm.
Anama görə olduğu üçün çox vacibdir bu. Çox vacibdir. Buyurun. Ana, mən gəlmişəm ana. Axmaq oğlum, bivec oğlun gəlib ana. Bağışla bizi. Oğlum. Sənin bizə elədiklərini biz sənə eləyə bilmədik. Sənin sevdiyin kimi biz səni sevə bilmədik. Övladlıq borcumuzu verə bilmədik. Sənin bu vəziyyətinə biz səbəb olduq. Üstəlik atdıq səni. Aç, susuz, xəstə. Allah da bizə belə bir cəza verdi. Bağışla bizi ana. Ölmədən səni görmək mənə nəsib oldu oğlum. Bu qədər bəsimdir. Oğlum, hər şeyi olub keçəni, hamısını yaddan çıxaraq. Anaları söz öldürməz bala. Evlatlarının ürəyinə saldığı köz öldürər. Allah səni qorusun. Həyat varsa